Qobustan rayon Heydər Əliyev mərkəzində xalqımızın ümumilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə Qobustan rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının birgə təşkilatçılığı ilə Əbədi Yaşar Lider adlı konfrans keçirilmişdi. Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərləri, ərazi partiya təşkilat sədrləri və Yeni Azərbaycan Partiyasının fəalları iştirak edirdi. Konfrans iştirakçıları öncə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirdi ki, xalqımız üçün mayın 10-u əlamətdar gündür. Həmin gün biz Azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki Azərbaycanın görkəmli ictimai siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirzaoğlu Əliyev məhz bugün mayın 10-da anadan olmuşdu. Tarix dəfələrlə sübut etmişdir ki, Ulu Öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmağı üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı. Nə qədər ki Azərbaycan var, nə qədər ki bu millət var, Heydər Əliyev də var olacaq. Ümumilli liderimizin əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq. Daha sonra çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyev xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olmuşdu. Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində xalqın ictimai, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi dahi şəxsiyyətin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımızın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünü dərk və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdi. Rafiq Həsənov, Nicat Həsənov, Nilufər Qəhrəmanova, Qobustan.